Salam değerli ve hörmətli izləyicilərimiz, xoş gördük sizlərin tərəfindən. Sizlər üçün yenə evlərimizin çəkilişinə davam edirik değerli izləyicilərimiz. 4 otaqlı 2 sotun içərisində 160 nömrəli marşrutdan son dayanacağına 200 metr məsafədə yerləşir. İnşallah evimizi ətraflı sizlərlə tanış eləyəcək değerli izləyicilərimiz. Evimizin qiyməti 68 min Azərbaycan manatına deyilir. İnşallah gəlib evə baxış keçirib sahibi ilə görüşüb qiymətində razılaşmaq mümkündür. Keçən evimizin həyəti ilə və özü ilə tanış olaq. Buyurun. Bəli, değerli və hörmətli izləyicilərimiz, evimizin ilk öncə həyəti ilə tanış olacağıq. Həyətinə rahatlığına maşın daxil olur. Tam etinə kimi vurulubdur. Gördüğünüz kimi burada gül için yer mövcuddur. Zirzəmisində bütün otaqlara köçüş mövcuddur değerli izləyicilərimiz. Evimizin üz görünüşü ilə tanış olaq. Göründüyü kimi işıqlarına kimi mövcuddur. 160 nömrəli marşrutun son dayanacağından 200 metr məsafədə yerləşir izləyicilərimiz. Qiymətdəki 68 min Azərbaycan manatına deyilir. İnşallah gəlib evə baxış keçirib sahibi ilə görüşüb qiymətində razılaşmaq mümkündür. Buyurun keçək evimizin iç hissəsindən tanış olaq. Buyurun. Bəli izləyicilərimiz, evin içərisinə daxil olduq. Göründüyü kimi abo işlərimiz görülübdür. Qəşəng qapılardan istifadə olunubdur. Tavanımızın işıqlanma sisteminə kimi mövcuddur. İlk öncə tanış olacağımız mətbəxidir. Mətbəği ilə tanış olağın. Mətbəğimizin tavanında da işıqlanma sistemi mövcuddur. Bu hissəsində yerləşir bir dənə yataq otağı, ikinci bir yataq otağı ilə tanış olağın. Üçüncü yataq otağı ilə tanış olacaq izləyicilərimiz. Evimiz yerdən kürsülüdür. Listurna kimi mövcuddur. Abo işləri, listur işləri görünübdür. Sanuzor qovşağı ilə tanış olağın. Bəli, sonda evimizin zalı ilə tanış olacaq. Belə bir gözəl zalımız mövcuddur. Bəli, evimizin qiyməti qeyd etdiyimiz kimi 68 min Azərbaycan manatına deyilir. İnşallah gəlib evə baxış keçirib sahibi ilə görüb qiymətində razılaşmaq mümkündür. Allah alana da satana da xeyir versin. Əlaqə nömrələrimiz ekranda qeyd olunmuşdur. Sizlərdən xahişimiz əlaqə saxlayın, videomuzu bəyənin, like edin. Sağ olun değerli və hörmətli izləyicilərimiz.